Deməli, bura robot sahəsi üzrə olan korpusudur. Bəx yazmışlar qapısında, heç çəkmədim oranı. Universitetin içidir belə. Qış ayıdır, qəşəng soyuq var çöldə. Adamın əlin soyuq kəsir. Burada hamısı laboratoriya otaqlarıdır. Universitetin köhnə binasıdır. Yeni korpuslar tikilir, çoxlu. Hələ arxada yenə yeni tikintilər gedir. Heç bu bilmirəm nə korpusudur. O bina çox əzəmətli, böyük binadır, qəşəngdəndir. Bunun yayda həmişə bunun yanından motosikletlə keçəndə burada meydanı var, böyük bir meydan. Burada şey edirdilər. Bax, universitetin içidir. Yol görürüz hara gedir. Arxa ilə getməkdə düşək, ana yoldan istəyirəm. Gedək. Korpus Çoğanyüən yazıb burada. İki söz birləşməsini başa düşmədim nə deməkdir. Çoğansin, Çoğanyüən söyüyən. Yazıb, indi baxarım o. Tərcüməli baxaram. Bu nə korpusudur belə. Burada yazıb bəlkə də. Və heç. Tuqazəfarlışı birlikdə gələcək doğru. Nə yazıb? Heç bu Dalin Texniki Universitetidir. Korpus olaraq İngiliscə yazmayıb. Yer korpusudur. Nə korpus olduğunu İngiliscə yazmayıb. Daha dəqiq. Gedək belə. Soğuk köstərli. Dəhşət. Burada da sol tərəfdəki bina da burada bir çox aktivlərin olduğu, nə bilim, dansdır, rəqs oyunlardır. Sonra universitetdə nə yeni şənlikləri olur. Kim gitara, kim nə bilim, manıslar da gitaradır, sintezatordur, nağaradır. Belə şeylər bütün şənliklərində uşaqlar ifa edirlər. Bu da Xonçinin avtomobilləridir. Üzərində 360 dərəcəlik şəhərin xəritəsini çıxardan kameralar var. Hər tərəfli. Onlardır. Arxa yolla gedirəm. Onsuz burada qış tətili 2 ay olur. Yay tətili 1 ay olduğuna görə hal-hazırda bir indicimli görmürsən universitetin içində. Bir dənə adam yoxdur. Mən də evə gedirəm. Çerez Universitetin içi kəsə çıxıram buradan. Universitetin içinə universitetdə təhsil almayan yad adamlar girə bilməz. Mən bu universiteti bitirdiyimə görə QR kodu var. Telefonda göstərirəm, mənə icazə verirlər universitetə girişə. Elə gedim oradan şimal qapısından çıxım. Düz şimal qapısıdır. Gemi şimal qapısından çıxım, oradan da evə. Bu isə universitetin köhnə binalarıdır. Yəni bunlar müəllimlər üçün nəzərdə tutulmuş evlər idi. İndi artıq bunlar plana düşür. Bunların hamısını sökürlər. Çərçivəyə alıblar. Söküb yerində yeni korpuslar tikəcəklər. Artıq universitetin içində boş torpaq qalmadığına görə məcburdular bunlar söksünlər. Qəşəng də binalardır. Bütün binaları Yapon üslubundadır. Yapon üslubunda pişmiş kərpicləndir hamısı. Bax, göstərim. Bu 8 nömrəli bina. Bax belə düşdü aşağı. Necə soyuqdur. Bunlarda indi mən bunu götürə bilmirəm də, mənə icazə yoxdur. Tələbələr gəlirlər, qəşəng.
WeChat'da QR kodunu oxutdururlar. Oxutdururlar bax. Elektrikli motosikletlərdir. 1 aylıq da götürə bilirsən. Tək istifadəlik də götürə bilirsən. Bax, indi bax, uşaqlar orada motosiklet seçir, neyniyir? Bax, indi gedək bir dənə motosikleti göstərəcəm. Bax, motosikletin bir arxasında böyle QR kodu olur. Bir də rolun üstündə. Kaskalar da buradadır. Hər nəsə. QR kodunu oxutdurursan, bircə dəfə istifadəlik 50 qəpikdir belə. Amma aylıq götürəndə su qiymətinə gəlir düşür, ayına gəlir düşür. Necə deyim? 30 yan olsa bir 4-5 manat düşür ayına. Hər gün sürə bilər. Universitetin çox böyük olduğuna görə gəlin indi belə düşək. Gelim o tərəfləri də çəkim. Universitetin çox böyük olduğuna görə həm elektrikli avtobus işləyir universitetin içində, həm də belə elektrikli velosipedlər var. Tələbələr onunla bir korpusdan o birisi korpusa piyada geçsən 40 dəqiqəyə çatırsan. Bax, hələ bayaqdan universitetin içindəyəm. Gəz, sürətim də normal sürətlə gedirəm. Gəz keçib qutara bilmirsən. Hamısı da indi qış ayına düşmüşük. Bütün ağacların yarpaqları yoxdur. Bax, bu yol çox super görsənir. Hamısı xançınar ağaclarıdır. Xançınar ağacları. İndi bax, göstərirəm. İndi bir dənə sola dönüm. Bax, üzü belə görsünüz. Xançınar ağaclar. Burada xançınar ağacı. Deməli, xançınar ağacların baxın belə 3 metrdən bir buduyurlar, 3 budaq saxlayırlar hamısında. 3-4 budaq. Ondan sonra başlayır pöhrələnir. İndi bunları bir də gəlib doğrayacaqlar. Yaşıllıq olur. Bura lahıca oxşuyur, qəçrəşə oxşuyur bu hissə. Burada 2010-cu ildə xarici tələbələr üçün yataqxana idi. Arkada bina tikildi tələbələr üçün. Bax, göstərirəm. Bax, oradakı yüksək mərtəbəli yataqxanalar tikildi. Tələbələrin hamısı getdilər ora. Bu da universitetdə professorların oturduqları binadır. Buna böyük qara bina deyirlər. Çincəsi daxil o. Burada professorlar oturur. Burada da qışın stadionu var. Любой время gəl. Girişi pulsuzdur. Topu götür. Gəl gir, futbol oyna. Ona bax, hamısı tələbələrdir. Qış tətilində evə getməyən tələbələrdir. Hamısı belə futbol oynayır. Ona bax, belə çəkək, ona götdü. Götdü, belə başdı. Ay, dəydi olsun üzünə. Burada basketbol meydançasıdır bu tərəf. Orada indi tələbə hamı evlərinə getdiyinə görə birazdan da Çinin yeni il bayramı gəlir. Ona görə bax, görsən götürdü, bax, sürdü getdi. Danileşi. Bilsəydim bunun boyun bağısını götürərdim, asardım boynumdan. Gedə-gedə özü çəkərdi. Mən belə də əl dəyişirəm, əlimdə donur. Universitetin bahisiyyən hamısı belə face detektorlu kameralardır. Səsi aktivdirlər. Bax, belə qara bina. Gedək şimal qapısından çıxaq. Oradan da gedək evə. Yerində hamısı təbii qranit daşlardır. Hamısı təbii qranit daşlardır. Gör nə qədər pul eləyir bu. Bütün yeri qranit eləyiblər.
dəqiqədə çəkiliş gedir. Düz oy dedi oy. 10 dəqiqədə hələ mən gedirəm, qutara bilməmişəm bu. Sağda da basket olduğu yeridir. Ha, burada şu basketbol oynuyor uşaqlar. Biraz çöndərim. Ama çöldə -6-7 dərəcə şaxta var. Gör nətər oynayıb tərliyibsə, qızıbsa mayka ilə oynayır. Bu da qızdır. Uşaqdır, atası da valideyni nədir. Gəlib ondan birlikdə oynamağa. Bax belə. Bu da Yenciyalodur. Masterların təhsil aldığı binadır. Bu da universitetə gələn qonaqlar üçün. Bu böyle golf maşını. Bax deyə götürdü. Velosipedini götürdü, getdi. Mütəvəl maşınlar var ya burada. Bəlkə də o maşını bir dənə çəkək. Çatmışam, çıxıram universitetdən. Bu heç bu BYD-dir. O BMW-dir. Troykadır. Ha, Troykanın Çin versiyasıdır. Uzun versiyası. LE. Yani long versiyası. Avropa 330 ini işlədir. Bunlar da LE'dir. Yani bunlar biraz kuzası böyükdür. Ha, bunun vidinə bax. Gör nə qəşəng maşındır. Bunun qabağı bagajdır. Bunun motoru yox, bir şey yox. Tokunurdu. Bunun vidinə bax. Bunun vidinə bax. Şu nivədə oxşuyur. 2 nəfərlikdir. Arxada da adam otura bilir. Çıxaq. Çıxaq gedək. Universitetdən çıxaq. Orada indi ben QR kodu göstərib icazə versin, mən çıxım burada. Bir şey oldu. Əvvəl zonuna girirdim içəri. Heç kim heç nə demirdi. Koronadan sonra heç kimə icazə verilmir. Yad adamlar. Yox. Bir də foto olsun ki. Burada açtı. Burada teşekkür ederim. Seni. Ha. Şu. Şöyle telefondan bir 5 zarfkamız kalır. Buradan gözlü ya. Evde meyve var. Üzüm var evde. Gelin görüm de. Ne var burada? 2-3 tane meyve alım. Evde atıştırmağa. Ha, artık universitetten çıktık. Universitetten çıktık. Şimdi böyle gözlüyoruz ki svetoların ışığı yansın. Şimdi keçen yolu oralara da çekim göstereyim. Ne oldu abi bu svetolara? Yani 8. Ya kesebiliriz. Böyle bir yol çekelim. Buralar tezdenler gəlib təmizləyirlər. Akşamüstü buralar biraz yer battığı olur. Hamı mesela çöldə çöl restoranlarını açıblar. Hələ ki təmizdir. Akşamüstü özləri də zirzibillərini yığıb təmizləyirlər. Bax yer yenə qranit daşlarını. Amma burada mesela böyle yemək hazırlayır. Çöl yeməkləridir. Bax kartuşka firinə bunu. Orada qızardır. Verirsen de yiyirsen gedir. Bak burada böyle xəmirlə çəkdi, qızardır.
Çoxsa donuz əti ilə olur, mən də donuz əti yemirəm. Bir çəyləkdir, qoyub satılır, banandır. Yemiş doğrayıb, gilas var. Aa, gəl. Da. Babamsa qız da geyib girib oraya icazə vermiş ki, keçsin. Bunlar da otelin işçilərdir, zirzibillərin otellər. Böyle gidiyor. O sol taraftakiler hamısı yemek pişirirler. Yani küçük yeməklərdir hamısı. Alırlar da tələbələr üçün nə var gəlir. Maksimum 1 manat, 1 manat 50 qəpik, 2 manatlıq yeməklər. Yani deyə yazılır 11 yuan. 11 yuanı böl 4'e başlayıb 2 manat 80 qəpiyə gəlir düşür. Bu da armuddur. Qarın altında qalmış armuddur. Böyle qapqarı qaralıq satırlar. Onda çərək var. Şartancı da var, balaca portakalda var 4 yuan. Ama gedim öz məhəlləmizdən alaram. Öz məhəlləmizdəki də 5'e satır, bu burada 4'e satır. Dönüm bundan alın. Dönüm bundan alın. Ya, ama şartancı. Tamam. 都是吧，照相机啊， Ha? Loyin. 录音机是没有。 Bax bu belə balaca mandalindir. Çox ətirlidir. Həm şirindir, həm turş məzədir. Bundan götürək. Axşam bu 5 yuandır. Amma eyni şeydir. Eyni şey. Yəni 1 manatdır yarım kilosu. Özüm tək olacağım evdə 2 günə gedirəm Azərbaycana. Çok güzel. Bir de onu çəksin. Şimdi evdə çələk var. Ha, bunlar daxsız çələk. 6块6，6块6，这400斤。 Ha. 6.6 yuan. Başda 1 manat 50 qəpik. 6.6 olarak geçsin. Fanlar ucuz yine. Bunu da ödedik böyle. 微信收看6.6元。 Ha, çoğalıq. Bay bay. Tamam, buradan çıktık. Buradan çıktık. Akşam evde özüm təkər. Gedim. Kartuşkada alırım. Ləzzət. Burada şəkər qalmışdı bax. Bu belə uzun belə bambuk kimi qalmış. Bu ağ şəkər qalmışdı. O çernin rəngi, çəhra şəkər qalmışdı. Gelin də qəşəng kartuşka alırım. Evdə langetim də var. Kartuşkanın qəşəng qızardım. Qəşəng duzlu, sarı köhlü bir kartuşka qızardım. Bir dənə qəşəng pivə alım. Ləzzətli. Ondan o langetim də var, akşama yeməyim var. Pivədən sonra bir dənə də 2 taski yader master alacağım. O. Sen. Var getsin. Hava qəşəng soyuqdur. Babat gəzmişəm. Piyada olaraq bu günləri nerede gəzmişik? Ben telefonumuza baxaq. 9,5 10,6 kilometre yol getmişəm bu günləri. 9,6 kilometre. Bak böyle. Piyada gəlmişəm. Gəldik çatdıq. Öz tərəfimiz var. Düşün. İçmədə bir kişi var. Bu da Rus kızıdır. Qabaqdan gəlir. İnternetdə 100 oyundan çıxır. TikTok'da, Çin TikTok'unda. Rastıma çıxır.
Getmir. Ruslar acından öləndilər. Tətildə evə getməzlər. Burada yaxşıdır. Qış tətili 2 ay, yay tətili 1 ay. Burada da təmir işləri gedir belə. Gəldik çatdıq mağazamıza. Düşək indi mağazaya.